Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olarsınız. Uşaqlar, bugün də sizlərlə birlikdə car parking oynuyoruz uşaqlar. Car parkingə güncəlləmə gəlibdi və o güncəlləməni bugün sizlərlə yoxlayacağıq. İlk öncə bayramımız mübarək. Başlayaq videomuza. Car parkingə demişdiniz ki, güncəlləmə gəlibdi. Və şöyle güncəlləmədir. Yəni buralara qarzat gəlibdi. Xoşuma gəldi valla. Maşınları birinci baxaq. Yəqin maşınlar gəlib. Bəli, maşınlar gəlibdi. 1 2 3 4 5 dənə maşın gəlibdi. Bugün bu maşınları yoxlayacağıq. Səslərinə, güclərinə, hər şeyinə baxacağıq ki, necədir. Və uşaqlar, bu hesab bu hesab mənim sədiyyə verəcəyim hesabdır. İçində 67 dənə maşın var və 11 dənə də hiləli, bir dəqiqə, bufersiz. Bu bufersiz hesabdır. 11 dənə bufersiz nədir? Maşın var. 67 dənə çizim var. 20.000 olanda mən bu hesabı aranızdan birinə hədiyyə verəcəm uşaqlar. Və bu hesabdan 3 dənədir. Birində hiləli maşınlar var, birində də ancaq çizimli maşınlar var. Və bu hesabda bufersiz olandır. Burada coin var deyə girdim. Girək bura və yeni maşınlar alaq, yoxlayaq görək necədir, necə deyil. Birinci almaq istədiyim BMW-dir. BMW, bir də burada. BMW-ni birinci alaq. Neçəyəmiş BMW? Biraz bahadır qiymətlər. 1500 coin. Ev olmaz. Aldıq BMW-ni. Biraz yığaq. Orasını əl gəzdirək görək necə alınacaq, bir dəqiqə. Yox, bunları almaq olmur onsuz da. Arxasına bir dənə belə maşın vitibazon yox deyə nəsə. Arxasına bir dənə bundan qoyduq. Qabağına. Bunlar oydu. Bunlar çox qəşəng. Bunları almaq olmur. Nəysə də. Məsələn bir dənə bundan qoyduq deyək ki, bir dənə də arxasından. Onsa coin'dən boluq. Bura hiləli hesabdır. Yəni siz bu hesabı alsaz əgər, yəni belə deyək, qazansaz əgər yarışmada bu hesabı, yəni götürərsiniz, şeylənəsiniz də. Bu nədir ki? Ne qəşəngdir bunlar. Çox qəşəngdir bunlar. Bir dəqiqə. Mən bunu seçdim. Bu çox qəşəngdir. Bir dəqiqə, belə şeylər zətlər gəldi. Mən xəbərim yoxdur. Bu heç. Buna pul vermək lazımdır ki, alaq. Nəysə, sonra üstünə bir də port bagaj qoyaq. Yanına da bu nədir? Belə kənarları nətər dəyişir? Belə olur, nəysə. Bunun başımda. Sonra disk təkərdən nə seçək? Qəşəng bir disk təkər seçək. Məsəl üçün bu. Yox, bu. Bir dənə maşın yığaq, sonra aşağılar maşın səsinə baxaq, vidinə baxaq, gedişinə baxaq, görək necədir, yaxşıdırmı, ya pisdirmi. Sonra rəngini də elədik ağ yox. Biraz yeni il olsun da qaqaş, yeni il. Qırmızı, belə lop qəşəng oldu. Sonra maşınımızı demək olar ki, yığdıq deməyək, maşınımızı hazırladıq. Bir də mən bu motoruna da bir dənə şey eləyim. 200.000'dən aldım. 926 XP elədi. Birinci biz maşınımızı yoxlayaq və mən bunu şeydən nədir? Online yoxlamayacağam. Girəcəm bura yeni ilə görə, bilmirəm, baxmamısınız, yəqin baxarsınız. Bu şəhərə də qardan eləyiblər, şəhərə qar yağıbdır. Baxın, indi girəm şəhərə. Açıl artıq. Bunu deyirdim, bir də bax. Gör nə şey eləyiblər şəhəri. Şəhər çox qəşəng olubdan mən birinci qrafiklərin hamısını düzəltməliyəm. 90 FPS vermir mənim telefonum, dəqiqə. Mənim telefonum 60 FPS verir. Və buradan arovu qaçdıq, süper. Birinci uşaqlar, maşının gedişinə baxacağıq. AVD aldı. İçinə baxaq, iç görünüşünə baxaq. Endirməymişik. İçini endirib də gəldim, dəqiqə maşınların hamısını bir dənə şey eləyək. İçi uşaqlar, içi çox qəşəngdir. Siqnal buradan vermək olur, yox, siqnal ancaq buradan vermək olur. Dəyişmir, hələ siqnal dəyişməyiblər bunlar. Bir dənə əlimizi bir yığışdır, İçi bu şəkildədir, yaxşıdır. Sonra baxın, arxası necədir, arxasına da bir dənə baxaq. Arxa da yaxşıdır. İndi sürətə baxaq. 926 HP-də görək necə olacaq. Birinci səsə baxaq, səs gətirməyinə baxaq, baxın. 3, 2, 1, susdum. Yaxşıdır, səsi yaxşıdır. Yaxşı deyəni, yəni 926 standart 926 HP səsidir. Sonra maşının birinci driftdən zada baxaq. Çünki qarlı hava olduğu üçün lap qəşəng drift eləyəcək. Yəni yer buzdur. Qəşəng drift eləməlidir. Çox qəşəng drift eləyir. Valla bəyəndim, çox bəyəndim. Çox qəşəng drift eləyir. Sonra maşın bu qədər. Yəni maşında əlavə bir özəllik falan yoxdur.
Bax görək. Qabağa çox şey deyim bunun. Normal yəni qəşəng maşındır. Bu maşının gəlməyinə verəm, yəni gəlməyə də bilərdi. 10 üzərindən 7 verirəm. O qədər də bəyənmədim. Məsələn, maşını daha da belə kaliteli eləyə bilərdilər. Yəni çox da yaxşı deyil. Keçək ikinci maşınımıza. İkinci maşınımız yeni gələn maşınlardan. Nədir maşın? Dəqiqə. Bentley. Bentley'nin yeni gələn uydu. Bu maşın çox iyi. 3000 XP, 3000 coin buna verdim, aldım. İnşallah pulumuz satar məncə. Çox dəyişim falan eləməyəcəm. Bir dənə elə belə nədir bunları dəyişək. Bunu da qaraltdıq. Disklərini böyütdük. Belə lap rəngi qəşəng görünür. Bir dənə bax görək bunun bodylərindən gəlib. Qabaqları həmişə eyni də. Hamısı eyni şeylər. Bir daha bundan qoyaq qabağına. Piskir də hər şey. Piskirmiş. Sonra yana bun. Bax belə qara lap qəşəng görünür. V12 də yazısı yanında. Sonra qabağına artıq əski nəsə qoyma, ehtiyac yoxdur, bu qalsın. Sonra yanına bir dənə bundan qoyaq. Ağzıma gələn hamısından qoyuram. Maşın stok vəziyyətdə qalacaq uşaqlar. Stok vəziyyətdə yoxlamaq istəyirəm. Düşündüm ki, mən niyə stok vəziyyətdə yoxlamıram? Çünki bu maşının gətirilmə forması 926 HP deyil. Stok vəziyyətdə 600 neçə HP-dir. Yəni 600 neçə HP-də yoxdur. Yəni mountain'da yoxlayacağam, yəni dağda yoxlayacağam, ev olmaz. Birinci maşının içinə yoxlayaydı. İçini yenə işləməmişəm. İddədən. Baxın maşınımıza, qabağımda ot var. Ayda, uşaqlar maşının içində oturanda baxın. Adam elə bir ki, qabağımda ot var. Səndən oymuş. Oy. Çox qəşəngdir içi. İçi çox, ayda arxada monitor zat da var. İçi çox qəşəngdir. Bənövşəli şey qoyublar, LED. Çox qəşəngdir içi. Oyda, burada xəritənin monitor zat da var. Hep nə bax, monitorda xəritədən göstərilir. Belə biz maşın sürəndə buradan görə bilirik nə deyil. Çox qəşəngdir, çox qəşəngdir. Bir də maşının səsinə baxaq. Çox qəşəngdir. Maşının səsi çox qəşəngdir. Yəni bəyəndim. Bir də maşının maksimum sürətinə də baxaq. Maksimum sürət görə neçəyə qalxacaq? Səsə dəmdə fikir verək. Bentley mən çox xoşuma gəldi şəxsən. Buna 10 üzərindən 9 at verərəm. Sürəti 200-ə çıxır. 200-ə rahat çıxır. Yəni stok vəziyyətdə 200-ə rahat çıxır. Bu da yaxşıdır. Sonra bir də driftindən falan var. Bentley-lə nə drift ala? Bentley-lə nə drift? Bir də düşək maşından. Hadi qabağını vırdıq. Nəysə ev olmaz. Hər yerini açsaq görək. Məsələn arxası falan necədir? Okey, arxada nəsə var? Nəysə, ona çox şey, yəni xaldan iqsatdır. Sonra qabaqda motorun da belə doğrusu eliblər, bu da çox qəşəngdir. Bu maşına verəm 10 üzərindən 9, çox qəşəngdir. Çox bəyəndim. Keçək o birisi maşına. Uşaqlar, mən bunları yoxlamayacağam. Bunlar da pulludur. Yəqin ki, sizin pulunuz var. Ona görə bunları çox yoxlamayacağam. Yəni siz alıb özünüz yoxlayarsınız. Mən sadəcə sizin çata bilmədiyiniz, sizin ala bilmədiyiniz coinləri yoxlayıram. Ona görə də bu 3500 coinliyi də aldıq. Görək bu necə? Oydu. Bu da çox qəşəngdir video. Disks qalsın, disks çox qəşəngdir. Görək buna əlavədən nə gəlib? Üstünü açıb bağlanması. Qarıdır, qaqa. Lazım deyil. Üstü açıq qalmasın. Bunlar bir dəqiqə qalsın, bir dəqiqə. Bundan qoydum. Maşının rəngində. Eləyək. Erkək adam pəmbəsi. Yalandan da yalan. Deyən. Boz. Bir dəqiqə. Boz elə bilə. Boz olmadı axı bu. Boz tapamıram. Ay qaqa boz elə. Yaş belə də qəşəngdir, amma bir dəqiqə boz eləmək istəyirəm. Prins paparazdan bozun, elədik. Sonra diskisinin də rəngini ağappaq bir dənə eləyək, zəhmət olmasa. Haydi qaraltdım ya, deyəm. Belə. Danışma yaddan. Ayda maşının rəngini saat dəyişdim. Allah şükür. Maşının rəngini dəyişmək istəmirəm. Diskini dəyişmək istəyirəm. Yenə maşının rəngini dəyişirəm. Bütün avara qaldım ha. Nəysə, bu maşının da bir dənə stok vəziyyətdə səsinə baxaq, sürətinə baxaq və içinin görünüşünə baxaq. Görək bu necədir. Biri çöldən görünüşü çox qəşəngdir. HP-si necədir? Bir HP-sinə baxaq. HP-si 612 HP. Yaxşıdır. Birinci uşaqlar səsinə baxaq. Bir dəqiqə atdım parkı.
Çox qəşəng, çox qəşəng. Sürətdən də bir daha baxaq. Qəşəng. Qəşəng. Bir dənə buradan. Bir dənə buradan. Bir dənə buradan, bir daha buradan. Sürəti o arxasından şey açıldı. Spoiler açıldı arxasından. Spoiler özü şey. Nədir? Banan da banan arxasına taxılan. Spoiler. Hə, spoiler. Spoiler ha şeydir. Spoiler. Qəşəng 250-yə zada çıxır. Bax buradan biləm ki 250-yə çıxır rahat. 240, 243. Keçidə gəldi, keçidə gəldi. 250 ol artıq. 250. Maksimum sürət 250'dir. Onu bildik. Onu bildik. Oy! Dönməyə gördünüz, dönməyə gördünüz. Qəşəng. İndi mən içinin gör. Oh! İçinə bax. İçi çox qəşəngdir. İçi çox qəşəngdir axı. İçi dəhşət çox qəşəngdir. Mən çox bəyəndim. Çox bəyəndim, içi çox qəşəngdir. Sürək biraz içdən sürək uşaqlar. Buna verirəm 10 üzərindən 10. Həm yarış maşınıdır, mənim istədiyim tipdəndir. Həm arxasındakı o spoiler çıxır. Həm sürətdə qəşəngdir. 250 stop vəziyyətdə çıxır. Mən bunu 926 XP-yə qaldırsam 350 rahat görəcək və içi də çox qəşəngdir. 10 üzərindən 10. Ən bəyəndiyim bu dəqiqə budur. Orada Şkoda da gəlibdi. Bir dənə də balaca göstərdiyim maşın gəlib. Onları özünüz yoxlayarsınız uşaqlar. Mən deyirəm ki, bir dəqiqə, hələ keçsin demirəm, görüm ayrı bir xəritə falan gəlibmi? Buralardan gələn yox, buralardan gələn. Aha. Uşaqlar, deyirəm ki, bugünlük bu qədər olsun. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik, bay bay, özünüzə yaxşı baxın. Yeni il bizdən mübarək.